Salam istəkli izləyicilər. OTV-də Onun Çağı efirdədir. İlk qonağımız isə Respublikanın keçmiş təhsil naziri, Baş nazirin keçmiş birinci müavini, eyni zamanda professor Furdin bəy Ağasoğludur. Furdin bəy, xoş gördük. Xoş gününüz olsun. Furdin bəy, son vaxtlar cəmiyyətin daha çox baş sındırdığı və cavab tapmağa çalışdığı suallardan biri də test üsulunu ilk dəfə Azərbaycana kimin gətirməsidir? Həmin vaxt siz təhsil naziri idiniz. Vurğun Əyib isə test komissiyasının sədri idi. Belə çıxır ki, test üsulunun Azərbaycana gətirilməsində əsas səlahiyyətli şəxslərdən biri də siz idiniz. Bəlkə də birincisi idiniz, bəlkə də ikincisi. İndi həqiqəti sizdən soruşmaq istəyirik. Proses kimin vasitəsilə reallaşıb və əslində Azərbaycana test üsulunu ilk dəfə kim gətirib? Tural, bu sualı mənə çox veriblər və həmişə də təxminən eyni cavabı vermişəm. Amma ictimaiyyətdə bir qəribə ovqat var. Həmişə çalışır ki, qaşınmayan yerdən qaşıyıb qan çıxartsınlar. Vurğun bəy rəhməti mənim yaxın dostum olubdur və onun o komitəyə də sədr olması mənim təşəbbüsüm idi. Demək, o məsələ belə idi. İndi Pənah Hüseyin çıxır kanallarda deyir ki, mənim test üsuluna aidiyyatım yoxdur. Hətta kanalı aparan xanım var, o adı Murad xanlıdır, nədir? Axırda da deyir, indi bildik ki, Firdun bəy səhv deyir. Sonra həmin xanım İsa Qəmbəri çağırır həmin kanala. Sualı verir, İsa bəy də deyir ki, Firdun bəy düz demir. Deməli, bu zadı yayırlar da ki, mən yalan danışıram. Və bir gün İsa bəyə bir yas yerində üzbəyiz oturmuşuq. Dedi, mən utanmırsan. Pənah Hüseyinin otağında olan söhbətdə sən də oradaydın. İndi Pənah boynundan atır, deyir, mən olmayıb belə bir şey. Amma sən bu söhbəti 2 dəfə eşidibsən. Həm Pənahın otağında, sonra Elçibəylə ki, mənim aramda o gərginlik yarandı, sən bunu götürüb apardın prezident otağına, sənin otağına. Mən də sizin dalınca gəldim. 2-ci dəfə o söhbət sənin yanında oldu. Yəni, sən 2 dəfə o söhbəti eşidibsən. Utanmırsan, çıxıb televiziyada deyirsən ki, Firdun bəy yalan deyir. Başını sağa başa belədir. Amma elə qırmızı xət var ki, onu keçə bilmirik. O qırmızı xət nədir, mən hələ də başa düşməmişəm. Yəni, bunlar Elçibəyi portretini qoyub, özlərini təmizə çıxartmaq istəyirlər. Görünür, bunların qırmızı xətti budur. Məsələ nətərdir? İndi əlimin altında o yazını tapsam göstərirəm sizə. Mən baş nazirin müavini olanda Elmira Axundova o vaxt Lit qəzetənin xüsusi müxbiri idi. Gəldi, məndən intervyu götürdü. Özdə 2 dəfə intervyu götürüb. Birinci intervyusunda mən demişəm ki, mən istəyirəm ki, bu il test imtahanlarını keçirdək. Bu da bunu yazıbdır. Qəzetdə Rusiyada çap olunub, yayılıbdır. Faktdır da. Elmira xanım da bugün sağdır. O yazıda durur. Yəni, ilk dəfə bu test söhbəti orada olubdur. Mən o vaxt, deməli, Türkiyə 2000 tələbə göndərmək lazım idi. Məndən qabaq müqavilə bağlanmışdı. Təhsil Nazirliyi ilə Türkiyə arasındakı 2000 tələbə Türkiyə hesabına gedib oxumalıdır. Amma onların imtahanını Türkiyə xahiş elədi ki, mən keçirdim. Və mən də Türkiyədən mütəxəssis çağırdım, bir xanım idi, gəldi, kömək elədi. Mənim kabinetim olmuşdu tələbə qəbulu komissiyası kimi. Müəllimlər, zatlar, hətta nazirliyin işçiləri deyirlər ki, bu nazirliyə bir adam girmək üçün neçə zat keçməlidir. Sən
cemaati yığıb doldurubsan burada otalım. Belə söhbətlər də gedirdi. O 2000 tələbəni ilk dəfə test keçişdə rəhbərliyi mən eləmişəm. Yəni ilk test Azərbaycanda olubdu. Və həmin ərəfədə deməli, Elçi bəylə söhbətimiz olmuşdu ki, Azərbaycanda da keçirdi. Əvvəl narazılıq elədi, sonra razılaşdı. Mən də əmrin formasını hazırladım ki, bu komitə yaranmalıdır, bunun nizamnaməsi, əsasnaməsi bu. Və prezident də fərman verməlidir ki, bu belə bir komitə yaranır, tələbə qərbulu komissiyası. Sədri də Vurğun Əliyev təyin olunur. Elçimə buna etiraz elədi. Bunu o vaxt mən yaymırdım, çünki rəhmətlik, hər iki rəhmətlik dostumdur. Amma onlar bir-birindən yola getmirdilər. Bunun onu görməyə gözü yox idi, onda ona. Yəni Vurğun Əyiblə Əbülfəz Elçi. Hə. Aralarında bəy razı olmadı. Dedi, ayrı adamın namizədliyini ver. Mən də dedim, ya bəy, mən Vurğunu tanıyıram. Bilirəm, biraz tərs adamdır. Amma əl-ayağı təmizdir və prinsipal adamdır. Bu vəzifə elədir ki, hər adam onu bacarmaz. Bu bacarar ona görə. Gənə etiraz elədi, sonra xəbər göndərdi ki, yaxşı, sənədləri göndər. Göndərdim, fərman verdi. Ki, belə bir komitə yaranır. Başçısı da Vurğun Əliyev təsdiq oldu. Səhərsi gün Vurğun gəldi yanıma. Dedi ki, bəy, biləm, sənin oyunundur, mən o vəzifəni istəmirəm. Dedim, bəy, çünki bu AXC üzvlərin hamısına vəzifə verilmişlər, bu qalmışdı Qıraqda. Elçi bəy də söyürdü, Pənah Hüseynov da söyürdü. Mən də istədim ki, bu həm işlə təmin olunsun, həm də mənim ideyam reallaşsın. Acıq elədi, çıxdı, get ki, mən istəmirəm. 10 gün bu adam işə çıxmadı. Onun da işini mən gördüm orada. Sonra bir təhər dilə tutduq, razılaşdırdıq, razılaşdım. Bu razılaşandan sonra gedib Elçi bəylə görüşüb, yeni bir fərman hazırlayıb ki, bu komitə ancaq prezidentə tabi olmalıdır, heç kimə tabi olmamalıdır. Və mən orada nəzarət, ağsaqqallardan ibarət nəzarət qrupu yaratmışdım. Pedaqoqlar, orta məktəb müəllimlər ki, bir ictimai nəzarət olmalıdır buna. Onu da dəyişmişdi. Sonra mənim verdiyim variantda, prezidentin fərmanında, deməli, 30% pullu təhsil idi, 70% dövlət hesabına. Bu, onu da dəyişib eləmişdi, 70% pullu. Bu, cəmaatın canından çıxır, kasımın canından. Bu şeylərə görə mən biraz incidim ondan, amma dedim, qoy işləsin. 3 ay məndən sonra, mənim keçirdiyim test imtahanından sonra, 3 ay sonra da bu keçirdi imtahan. Bunun tarixi budur. Özdə onda deyim, rəhmətli Vurğun mənim etimadımı doğrultdu. Çox şərəflə keçirdi o imtahanı, çünki hər adam ona dözənməzdi. Çox ustalıqla keçirdi və halal olsun, yeri də cənnət olsun. Furdin bəy, bir çoxları hesab edir ki, Elçi bəy dönəmində, qısa müddətli hakimiyyəti dönəmində Azərbaycan təhsilində rüşvətin kökü kəsilmişdi. Ancaq sonradan məhz Ramiz Mehdiyev və onun, belə deyək də, dəstə üzvlərinin dırnaqarası səyi nəticəsində rüşvət Azərbaycan təhsilinə yenidən ayaq açmışdı. Bununla bağlı fikirlərinizi almaq istəyirik ki, Rusiyanın 5-ci kolonu, ümumiyyətlə Ramiz Mehdiyev və onun dəstəsi Azərbaycan təhsil sisteminə, mədəniyyətinə nə kimi zərbələr endirmişdilər və necə nüfuz eləmişdilər? Bu suala mən hər tərəfdə cavab verə bilməyəcəm. Niyə? Çünki mən 93-cü ildən təhsildən ayrılmışam. Yəni biz o vaxt çalışdıq ki, ali məktəbə qəbulları ədalətli üsulla olsun, test imtahanını gətirdik. Və o ədalət bu günə qədər davam edir. Yəni bilən abituriyent qəbul olunur.
bilməyən qəbul olunmur. Yəni ədalət bugün də davam edir, həmin o test imtahanlarından gələn. Amma bunu o vaxt rəhmətli Vurğun bəy dəyişdi, sonra gələnlər elə dəyişiblər ki, artıq test imtahanları da ziyan verir təhsil sisteminə. Amma o rüşvət məsələsini mən konkret deyə bilmərəm, çünki o sistemdən 30 ildə ayrılmışam. Onu deyə bilərəm ki, qəbulda bu ədalət bərpa olunubdur. Amma indi içəridə nə olur, müəllimlər nə edir, rektorlar nə edir, məktəblərdə məktəb direktoru nə yığır, onlardan xəbərim yoxdur. Niyə? Çünki mətbəxin içində deyiləm, konkret cavab. Amma oradan-buradan sözlər gəlir ki, yaratmaz işlər gedir. Bunun hamısını mətəqçilərin boynuna yıxmaq da düz deyil. Çünki bu Azərbaycanda yaranmış sosial durumdan çox asılıdır. Yəni müəllimin gözü tox olmalıdır ki, gözü o tələbənin, şagirdin cibində olmasın. Yəni maaşı yüksək olmalıdır, şərait yaradılmalıdır. Mən o vaxt bilirsən nə elədim Tural bəy? Müəllimləri qaz pulu, işıq pulu, yol pulu, bütün kommunal xərclərdən azad elədim. Maaşlarını 3 dəfə artırdım. Cəmiyyəti ən çox düşündürən və düşünməyə təhrik eləyən suallardan biri də odur ki, Azərbaycanda rüşvətin kökünü kəsmək mümkündürmü? Bir keçmiş nazir olaraq və rüşvət almayan birisi kimi sizdən soruşmaq istəyirik. Azərbaycanda rüşvətin kökünü kəsməyin yolu varmı və bunu siz öz dönəminizdə necə bacarmışdınız? Bu tezliklə rüşvətin qabağını almaq mümkün deyil. Niyə? Çünki rüşvət adətən harda olur? Korrupsiya sistemi işləyən qurumlarda olur. Bu 5-ci kolonun Azərbaycan dövlətçiliyinə vurduğu ziyanlardan da biri bilirsən nədir? Məsəl üçün, deyək ki, korrupsiya qarşı olan mübarizə idarəsi yaranır. Bu nə etməlidir? Korrupsionerləri tapmalıdır, rüşvət alanları düzdür. Bura ən böyük korrupsionerləri rəhbər qoyurlar. Gəlmişən Ramiz Mehdiyevlidir. Təbii də, elə onu nəzərdə tuturam. Bütün sahələrdə belədir. Yəni, atın qabağına ət, itin qabağına ot qoyulan məsələdir. Və bu Metonun, Ramiz Mehdiyevin Azərbaycana vurduğu ən böyük ziyanlardan da biri, o hələ Sovet dönəmindən akademiya onun kuracasında olub. Akademiya sistemini elə dağıdıb ki, savadlı alimlər çıxıb gedibdir, çıxışdırılıbdır. Yaşlı akademiklər gedibdir və gələnlər də həmin çoxu metodçular çətəsindən keçənlərdir. Ona görə akademiya sistemi bugün çox belə çürümüş bir sistemə çevrilib. Bu, Azərbaycan elminə vurulan ən böyük ziyandır. Fridun bəy, cəmiyyəti narahat edən və düşündürən məsələlərdən biri də rus dilli elitanın bürokratiyada saylarının get-gedə daha da çoxalması, hətta bəzi məmurların, məmuriyyət sektasından olanların ümumiyyətlə Azərbaycan dilini bilməməsi və ya çox bilməsi ilə bağlıdır. Siz nazir olanda Azərbaycan dilini bilməyən şəxslərlə, yəni bürokratlarla necə mübarizə aparırdınız? Ümumiyyətlə, bunun qarşısını hansı yollarla almaq daha məqsədə uyğundur? Tural bəy, buna mən bir örnəklə deməli, bir ildə işləyirəm, ilin axırında hesabat verirlər. Mənə dedilər ki, Bakıda 10-15 rus məktəbi bağlanıb. Mən dedim ki, mən axı belə bir sərəncam verməmişəm ki, rus məktəblərin bağlasın, nətər olub. Dedilər, Fridun bəy, bu qərarla olmayıb. Əhalidəki milli ruh, milli ovqat yuxarıdır. Uşağı rus məktəbində oxuyan valideynlər gedir, o məktəbdən uşağını götürür, gətirir, qoyur Azərbaycan məktəbinə. Bu kütləvi deyir, hal alıbdır. Ona görə rus məktəbləri belə boşalıbdır. Yəni, xalq aşağıdan özü eləyir buna. Niyə? Çünki dövlətə inanır,
bilir ki milli dövlətdir, bu dövlətin gələcəyi var. Başa düşürsən? O milli ruhla məsələ həll olundu. Bu mənada yenə bunu belə eləmək olar ki, insanlarda o milli ruhu oyatmaq üçün, o inamı yaratmaq üçün müəyyən reformalar lazımdır. Onu eləyəndə məsələlər öz həllini tapacaq. Furdun bəy, deyəsən Ramiz Mehdiyev Azərbaycanda hakimiyyətə gəlməmişdən öncə Cəlal Əliyev bu məsələ ilə bağlı sizlə müəyyən müzakirələr aparıb və hətta o bildirib ki, nə badə Ramiz Mehdiyevi hakimiyyətə gətirəsiz. Bu hadisə necə olub, harada baş verib, bax bununla bağlı fikirlərinizi almaq istəyərdik. Heydər Əliyevin təzə gəldiyi vaxtlar idi, belə bir ay zad olardı. Rəhmətli Cəlallevlə görüşmək istədi. Və Ağsaqqaladan mən getdim. O məhəllələrində bir saat belə gəzişə söhbət elədik. O dedi ki, çalışın bu Meto Heydərlə görüşə bilməsin. Elə ki, görüşsə, vəssalam, onu oradan ayırmaq olmaz. Və dedi ki, mən Axraniyə tapşırmışam prezident ki, onu ümumiyyətlə biniyə yaxın qoymayın. Üstündən biraz keçmişdi, 95-ci il idi deyəsən, yəni 94-cü sonları idi. Bir də eşitdim ki, Ramiz Mehdiyev artıq prezident aparanda şöbə müdürlüğü alsın. Akademiyada rəhmətli Cəlalla rastlaşdıq, dedim, mən nətər oldu, getdim. Dedi, onu o deputat var, Rus, indi də, hələ də deputatdır. Nədir onun familiyası? Zabeli. Deyir o Zabeli Moskvanın tapşırığı ilə bunu aparıb Heydərin yanına. Və o nətər giribsə orada da onu oradan çıxartmaq mümkün deyil. Yəni bunlar rəhmətli Heydər Əliyev də, Cəlal da və bugünkü prezidentimiz də bilirlər bu kimdir. Bilirlər 5-ci kolon nədir. Amma 5-ci kolonun üzvlərinin vurub sıradan çıxartması böyük bəlalar gətirə bilər. Çünki bunların dalında elə belə sadə qüvvələr dayanmayıb, başa düşürsən. Hətta Gürcistan prezidenti var idi, indi türmədə. Saakashvili danışırdı. Deyirdi, Putin mənə dedi ki, oturmuşuq üzbəüz. Daxili İşlər Naziri filan kəsi qoy, nə bilim filan naziri filan kəsi qoy. Deyir, mən də qayət ki, mən başa düşmürəm, mən müstəqil bir ölkənin prezidentiyəm, sən kadrları yerləşdirməliyəm. Deyir, nətər belə caynağından, budumdan yapışdısa, deyir, hələ də yeri qalıb o dırnaqlarla ki, sən mənim əleyhimə gedirsən. Bunu bir ölkənin prezidenti televiziyada danışıb. Furdun bəy, çox sağ olun. Bizə dəyərli vaxtınızı ayırdınız. Sizə təşəkkür edirik. Belə hörmətli tamaşaçılar, müsahibəmizin sonuna gəldik. Sizin müsahibə və qonağımızla bağlı hər hansı bir sualınız varsa, elə şərh bölməsində yaza bilərsiniz. Hələlik.